Salam hər kəsə. Deməli, bizə belə bir məsələ verilib. Məsələnin şərtində deyilir ki, el və N cisimlərinin yerə nəzərən potensial enerjilərinin nisbəti 3:1-dir. Bunu bizə şərtdə verib. Və deyir ki, el və N cisimlərinin yerini dəyişdirməklə sərbəst buraxılır. Bunların yerə çatan andakı kinetik enerjilərinin nisbətini hesablayın. Biz əvvəlcə bilməliyik ki, bunun yerə çatan andakı kinetik enerjisi elə maksimal hündürlükdəki potensial enerjisinə bərabərdir. Çünki buradakı da tam enerjini verir. Maksimal hündürlükdəki enerji də bizə tam enerjini verir. Yerə çatan andakı kinetik enerjisi də bizə tam enerjini verdiyinə görə elə mən bunların kinetik enerjilərin nisbətini tapmaq üçün yerlərini dəyişdirib potensial enerjilərin nisbətini tapsam, yəni mənə elə kinetik enerjilərin nisbətini vermiş olacaq. Yəni yerə çatan andakı kinetik enerjilərin nisbətini verəcək. Çünki bizə yerə çatan andakı kinetik enerjilərin nisbətini istəyir. Amma əvvəlcə biz bunların kütlələrini bilməliyik ki, çünki bunların deyir yerini dəyişdirməklə N cismini elin yerinə qoyacağım, eli N'in yerinə qoyacağım. Gəlin əvvəlcə bu nisbətdən istifadə edək. Y potensial N bölünsün Y potensial elə bərabərdir. Burada M N'in kütləsi vurulsun J vurulsun N'in hündürlüyü H'dır. Bölünsün Y potensial L, yine M, L'in kütlesi, L cisminin kütlesi vurulsun J, vurulsun L'in hündürlüyü 2H. Ve bunu bize verib 3:1. Burada J'ler gedir, H'lar gedir ve çarpaz vuraq alaq ki, deməli 3M N bərabərdir 2ml. Buradan da alaram ki ML bərabərdir 1,5 N. Yəni əgər bunun N cisminin kütləsi M-dirsə, bunun kütləsinə M desəm, L cisminin kütləsi ondan 1,5 dəfə böyük olacaq. Yəni N cisminin kütləsinə M deyirəm. L cisminin kütləsi bundan 1,5 dəfə böyük olur. Yəni 1,5 M olur. Bu da olacaq 1,5 M. Və bizə deyir ki, L ilə N cisminin yerini dəyiş. Yəni mən götürüb 1,5 M'i N'in yerinə qoyuram. Yəni 1,5 M kütləli cismim H hündürlüyündə olacaq. M kütləli cismi isə qoyuram 2H hündürlüyünə. Yəni artıq məsələmə bu cür baxacağam. Yəni bunların potensial M kütləli cismin 2H hündürlükdəki potensial enerjisi ilə 1,5 M kütləli cismin H hündürlükdəki potensial enerjilərinin nisbətini tapacağım. Gəlin tapaq, bərabərdir. N'i elə bölməlikdə biz onda N'in elə bir ki, burada yenə yazaq ki, kinetik yox, potensial enerjilərin nisbətini tapa bilərik. Potensial L. N'in potensial N üçün potensial enerjini yazanda N'in kütləsi 1,5 M'dir. Vurulsun J, vurulsun. Bunun hal-hazırdakı hündürlüyü, yəni gətirdik biz bunu H'a qoyduğuna görə H. Bölünsün. L cisminə baxıram. L cismi M'dir kütləsi. Yəni artıq yerini dəyişmişəm. M vurulsun J vurulsun 2H. M vurulsun J vurulsun 2H. İndi gəl nisbətləri tapaq. J'lər gedir, M'lər gedir, H'lar da gedir. 1,5 bölünsün 2. O da mənə verir 4:3. Cavab 4:3 və ya da 0,75.